2021-ci ilin bu 5 manatlıq sikkəsini görmüşdünüz. Bu 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusunun tarixi zəfərinə həsr olunmuş bir troy unsiya çəkili gümüş xatirə sikkəsidir. 999 əyyar xalis gümüşə döyülüb və ümumi çəkisi təxminən 31 qramdır. Bu proof sikkə, yəni kolleksionerlər və investorlar üçün xüsusi qayğı ilə döyülən sikkə olduğundan onu çoxunuz birinci dəfədir görürsünüz. Mən bildiyim qədəri Azərgold milli sikkə istehsalına başlayana qədər Azərbaycanın bahalı dəmir pul nişanları ölkə xaricində istehsal olunub. Bu gümüş 5 manat Böyük Britaniyanın The Royal Mint zərbxanası tərəfindən beynəlxalq standartlara uyğun proof texnologiyası əsasında istehsal olunub. Xatirə sikkəsinin ön tərəfində əsas dizayn elementləri kimi Azərbaycanın dövlət bayrağının 8 noyabr tarixi yazısına sintez olunmuş təsviri, Vətən müharibəsinin qələbə rəmzinə çevrilmiş xara bülbül, əbədi zəfər rəmzi olan dəfnə yarpağı, güc və inkişaf rəmzi olan günəşin qrafik təsviri, eləcə də Zəfər və Qarabağ Azərbaycandır sözləri, arxa tərəfdə isə Azərbaycan Respublikasının dövlət gerbi 8 guşəli ulduzlar, Azərbaycan Respublikası sözləri və pul nişanın qiyməti 5 manat təsvir olunmuşdur. Sikkə kifayət qədər məhdud sayda buraxılıb, yəni gördüyünüz bu sikkədən cəmi 800 ədəd zərb olunub. eBay-də onlayn satış qiymətləri ilə maraqlandım. Sertifikasiyadan keçməmiş bu proof nümunə 159 dollara, yəni bizim pulla təxminən 270 manata satılır. Sertifikasiyadan keçmiş variantlar isə nisbətən daha bahadır. Məsələn, bu nümunə PCGS şirkət tərəfindən PR 69 dərəcəsi əldə edib və hal-hazırda 290 dollara, təxminən 493 manata satışa qoyulub. Videonu bəyənməyi unutmayın.